Fərquliyev topu ala bilmədi, artıq cərbə meydançamıza daxil oldu. Hayt futbolcular zərbə etdi, bucaqdan qaydan top və top qapımızdadır. Top qapımızdadır, qol qeydə alaq təkrara. Əla ötürmə gəldi ilk növbədə burada Toral Bayramovdan bunu qeyd etmək lazımdır. Offside də yox idi. Çox gözəl ötürmə, bir hərəkət Nərimandan təxminən buna oxşar hərəkəti. Yəni ki, hər biriniz Braqa ilə maçda gördüyünüzü xatırladınız. Donzitson indi korneri yerinə yetirir. 5 futbolçu var cəmi meydançamızda. Ötürmə gəldi, ön dirəyə başla zərbə və 0-2. İkinci top qapımıza daxil olur. Meydançamızda. Donzitson. Zərbə imkan verməyək. Zərbə indi gəlir və 0-3. İtirazlara görə və qırmızı vərəqə. Qırmızı vərəqə azlıqda qalır. Bax belə. Elvin Fərquliyev yenə də intizamsızlığa görə, artıq danışmasına görə komandamızı meydanda azlıqda qoyur. Qolu seyri gəlmiş.